Aha, başladıq. Deməli 1500 Təhmasib 1524 nə vaxt dedik? 1576-cı ildə. Şah İsmayıl Xətainin ölümündən sonra 1524-də vəfatından sonra Təhmasib gəldi. Təhmasib 10 yaşlı idi. Ölkəni idarə etməkdə çətinlik çəkirdi. Onlar qızılbaş əmirləri bundan istifadə etdilər. Çəkişmələr baş verdi. Bu da mərkəzi hakimiyyəti zəiflətdi. Amma buna baxmayaraq Təhmasib özü tədbirli, uzaq görən hökmdar kimi yadında saxlar. İlk növbədə nə edəcək? Daxili, birinci ölkəmdə daxili çəkişmələrə son qoyacağam, yaxşımı? Sonra nə edəcəm? 2 nə edəcəkdi? Qiyamları yatıracağam, mərkəzi hakimiyyəti gücləndirəcəm. Daxili çəkişmələr, bura qiyamda yazıram. Qiyamları yatızdırıram, mərkəzi hakimiyyəti gücləndirirəm. Deməli, burada diqqətli olursan, 1538-ci ildə qardaşı Əlqas Mirzə 20 minlik qoşunla hara gedəcək? Şirvana. Təhmasib nə edəcək? Bax, onu göndərir Şirvana. Bu Buğurt qalasının mühasirəsi idi. Buğurt, Ağsu sahilində Buğurt qalası. Buğurt qalasının mühasirəsi görür ki, uzun çəkir. Özü də gələcək, nə edəcək? Şirvana çatacaq. Aydındır. Və Şirvan müdafiəçilərini yadında qalsın, top atəşindən tutandan sonra bunları təslim edəcək. Bundan sonra üstə gələcəm Şirvanın nəyin ələ keçirdəcək? Xəzinəsini. Aydın oldu. Və Şirvan hökmdarı Şahrux, yadında qalsın, Təbrizə gətirilir. Burada da idam olmuş. Şahrux, Şirvan hökmdarı olub Şahrux. İndi deyəsən təzə kitablarda çıxarıq yoxdur. Şirvan Şahlar dövləti Dərbəndlər sülaləsinin hakimiyyətinə son qoyacaq. Bəli, qoydu. Əlqas Mirzəni də gətirəcək, nə edəcək? Şirvanın bəylərbəyi təyin edəcək. Şirvanda mövqeyini möhkəmləndirəndən sonra Əlqas Mirzə, bax, fikir ver, 1538, elə təxmini götürək 10 il sonra da 1547-ci ildə müstəqil şah elan edəcək, Təhmasib qiyamı yatırdacaq, Əlqas Mirzəni məğlub edəcək, Əlqas Mirzə də qaçacaq hara? İstanbula. Yadındadır, 1474-cü ildə Uğurlu Məhəmmədin demişdimi, uğursuz qiyamı. O da qiyam qaldırmışdı, Uzun Həsənə qarşı qaçmışdı İstanbula, Mehmetin qızı ilə evlənmişdi, bu da həmçinin. Hətta Süleyman indi yürüşündə, 1548-ci yürüşündə bura gəlməsinə təhrik edən elə Təhmasibin özü olacaq. Bir də bundan qabaq mən İsmailin dövründə 1510-cu ildə nə dedim İsmailin vaxtında? Dedim ki, İsmail Dağıstan, Dərbənd tutsa da Şəki hakimliyində Şirvanşahları Şəkini. Amma nəyi saxlamışdı? Daxili idarəçiliyi. Burada isə 1538-ci ildə nə edəcək? Şirvanşahlar dövlətinin və Dərbəndin sülaləsinin hakimiyyətinə son qoyulacaq. Bundan əlavə olaraq mən deyəcəm nəyi? Şəki hakimi Dərviş, bax, Şəki, Dərviş, Məhəmməd Şirvanda nə edir? Qiyam qaldırır. Nə qaldırır? Aysa. Şirvanda qiyam qaldırır. Əlqas Mirzəni, bax, Əlqas Mirzəni müdafiə edəcək. Kimi? Əlqas Mirzə. Bəli, deməli Şəki hakimi Şirvanda qiyam qaldırmış. Əlqas Mirzəni müdafiə edəcək. 1551-ci ildə yadında qalsın. Dərviş Məhəmməd də Səfəvlər tərəfindən taxtdan çıxarılacaq. Elə bunun öldürülməsi də Şəki hakimliyinə son qoyulacaq və bunun yerinə gətirib təyin edəcəklər Toyğun bəy Qacarı. Aydın oldu, Şəkinin ilk qızılbaş hakimi olacaq. Birinci Təhmasibin yadında saxla, uğurlu dövlətçilik siyasəti nəticəsində Azərbaycanın bütün torpaqlarını vahid halda birləşdirəcək. Bu Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bir də nəyə? Mədəni etnik birliyi gücləndirəcək. Azərbaycan inkişafına nə etdi? Təsir göstərdi, mədəni etnik birliyi möhkəmləndirdi. İndi gəl Səfəvi Osmanlı müharibələrinin davamına nəzər salaq. Mən sənə deyəcəm ki, 1520-ci ildə Sultan Səlim, yadında qalsın, 1524-cü ildə isə İsmail ölür. Bundan sonra sabitlik yarandı. Səlim gəlmişdi 1512-dən 1520-yə qədər, İsmail də 1501-1524. 16-cı əsrin 20-ci illərində yadında saxla, Osmanlı dövləti yenidən Azərbaycan torpaqlarını ələ keçirmək üçün müharibələrə başlayırlar.
Bura yazıram 1534, 1535, 1548, 1554. Bax, bu hadisə əsasında danışacağam, yaxşı? 1534-cü ildə yadında qalsın. 1534-cü ildə 1-ci Təhmasibin Xorasanda Özbəklərlə döyüşə başa qarışmasından istifadə edən Süleyman bura yürüş eləyəcək. Süleyman bura yürüş eləyəndə Təhmasib ona qarşı yandırılmış torpaq taktikası həyata keçiriləcək. Qərb sərhədləri boyunca əhalini köçürüləcək, daşına bilməyən bütün ərzaq mal-qaranı məhv eləyəcək, su quyularını dolduracaq, nə bilim otlaqları yandıracaq, əhalinin nə varsa hamısını ziyana verəcək. Osmanlı qüvvələrinin təchizatında gələcək ciddi şey yaranacaq, nədir onun adı? Təchizatında nə bilim sıxlıq yaranır da, yəni nə? Təzyiq. Ay sağ, hə. Yəni ona görə çətinliklər yarandığına görə belə deyim də odlu silahla silahlanmış Osmanlı qoşunu yadınızda saxlayın. Təbrizi ələ keçirdəcək. Təbriz. Bax burada odlu sözünə fikir verin. Odlu silahlar bunlar təchiz olunmuşdu. İndi gəlib Təbrizi ələ keçirdilər, amma burada çox qala bilməyəcək. Həm qış, həm ərzaq, həm də əhalinin şiddətli müqavimətinin nəticəsində nə edəcəklər? Geri dönür. Amma geri dönəndə yadında saxla. Bağdad daxil olmaqla haranı ələ keçirdəcək? Ərəb, İraqı. Yaxşı. Və Ərəb İraqını itirdilər. Ondan sonra biz deyəcəyik ki, ikinci dəfə yürüşü nə vaxtdır? 1535-ci ildə. İkinci yürüşündə gələndə Azərbaycana yürüş eləyir. Yenə də Təbrizi ələ keçirsə də, Təbrizi ələ keçirdi. Osmanlıların şərqi irəliləyişinin qarşı Sultaniyədə alındı. Sultaniyə. Aydın oldu. Osmanlıların şərqə yürüşünün qarşısı Sultaniyədə alındı. Amma bu zaman ikinci yürüşdə Tuan xəstəliyi yayılmışdı. Tuan xəstəliyini deyəsən, bu Tuan xəstəliyi hansı şair idi, o da Tuan xəstəliyindən ölmüşdü. Məhəmməd Füzuli səhv eləmirəmsə, o da Tuan xəstəliyindən ölür. Sonra deyəcəyim ki, 1548-ci ildə yürüş edir. Bu da 3-cü yürüşüdür. Yadındadır, bayaq dedim ya, Əlqas Mirzə var idi. Ha, onun təhriki ilə başlamışdı. O 47-ci ildə üsyan qaldırır, şah olmaq istəyir. O üsyan yatırdı, qaçır hara İstanbula, onun təhriki ilə başlayır. İndi Əlqas Mirzənin tərəfinə keçməyəcəkdir bir çox əmirlərdən bir çoxu. Təhmasib yandırılmış torpaq taktikası təhdid eləyəcək. Yenə əvvəlki yürüşlərdə olduğu üçün Əlqas Mirzəni bu dəfə əsir düşəcək. Onu götürüb edam elətdirəcəkdir, yaxşımı? Səfəvi qoşunu, bax yadında saxla. Şahın böyük oğlu var idi, onun adı nə idi Allahın adı? İsmail Mirzə. İsmail Mirzənin başçılığı altında deyərsən ki, Qars qalasını ələ keçirdəcək, düz gedib Ərzuruma qədər irəliləyəcək. Aydın oldu. Və 1500, bax bu aralıqda 54-dən yadında saxla, 2 il qabaq 1522-də 2-2-də əksidir də, bir-birinin əksi. Təhmasibin başçılığı altında nəyə başlayacaqlar? Əks hücuma nə edəcək? Keçəcək. Kimin başçılığı altında? Təhmasibin. Yaxşı, Təhmasibin başçılığı altında yadında qalsın, Şərqi Anadoluya yürüş eləyəcək. Muşa qədər bütün yaşayış məskənlərini dağılmaz hala gətirəcək ki, ən azı deyəcək ki, tuta bilmirəm. Ən azı buranı şey eləyim də. Bəli, Ayşə dağıdım. Tanınmaz hala gətirəcək və ondan sonra Osmanlı yenə də bunların barışıq təklifini israrla rədd eləyəcək. 1554-cü ildə yadında qalsın, Süleyman yenidən gələcək bura. Bu zaman Qarabağ, İrəvan, Naxçıvan. Qarabağ bilirik də yaxında, Naxçıvan, İrəvan da bir-birinə yaxında, elə yadında saxla. Bu zaman Buğurt qalası yaxınlığında döyüş baş verir. Harda döyüş baş verdi? Bəli, Buğurt qalası yaxınlığında baş verən döyüşdə artıq deyəcən Səfəvilər qalib gəlmişdi. 1555-ci ildə hansı sülhümüzü imzalayacağıq? Amasya sülhü. Bax, bir dənə xəritədə Bakıdan zəhmət olmasa, orada diqqətlə xəritəyə bax. Amasya sülhündə görürsən, orada məsəl üçün Gürcüstanı görürsən də, hə? Bax, mən Gürcüstanı 2 yerə bölürəm. Bir tərəfi Səfəvilərdir, bir tərəfi Osmanlıdır. Səncə Gürcüstanın hansı hissəsi Səfəvilərə düşər?
Şərq hissəsi. Ay sağ, bəli, şərqi hissəsi qalacaq Səfəvlərdə. Osmanlıda hansı hissəsi qalacaq? Yox, qərb hissəsi. Bəli, qərb hissəsi də qalacaq Osmanlı da, aydındır. Qərb hissəsi də bəli, qalacaq Osmanlıda. Bax bu qərb hissəsi. Bir də deyəcəm ki, Qərbi Gürcüstan Osmanlılara verilir. Bağdad daxil olmaqla Ərəb İraqı Osmanlılara qalacaq. Bağdad daxil olmaqla Ərəb İraqını nə vaxt tutmuşdu? Birinci yürüşündə bayaq dedim 1534-də geri qayıdarkən Bağdad daxil olmaqla Ərəb İraqını ələ keçirmişdi. Amma o Səfəvlər də yadındadır. Bayaq sual-cavabda soruşdum. 1503-cü ildə nə demişdi? Bağdad daxil olmaqla Ərəb İraqını ələ keçirmişdi. Yaxşı. Və Səfəvi-Osmanlı müharibəsinin ilk mərhələsi başa çatacaq və bundan sonra biz deyəcəyik ki, Amasya sülhündən sonra, bax buna bir diqqətli ol. Amasya sülhündən sonradan dən. Hansı hal? Bəli, çıxışlı hal. Aysa. Ondan sonra hara köçürüləcək? Qəzvin. Paytaxt hardadır? Qəzvin. Təbrizdən Qəzvinə köçürüləcək. Bəli, bəli, Qəzvinə köçürüləcək. Mən Qəzvinin yerini xəritədə göstərirəm. Orada diqqətlə bax. Qəzvin görürsən hardadır? Qəzvin, Qəzvin deyil, Zəncanın yanında Qəzvin. Təbrizdən köçürülür hara? Qəzvinə. Aydındır. Osmanlıdan uzaqda. Bəli. Çaldıran döyüşünə vaxt baş vermişdi? 1500. Gəlin bir dənə refleksiya eləyim. Nə vaxt idi Çaldıran döyüşü? Bəli, 1514-cü ildə idi. Təbrizi ələ keçirmişdi burada da, amma bayaq Süleymanda da Təbrizi ələ keçirilib. Burada da bax buna diqqət, oxşarlıq ola bilər. Təbrizi sənətkarları özü ilə aparmışdı İstanbula. Bunu biz Teymurda da demişdik. Monqolların ikinci yürüşündə də bəli demişdik, aparmışdı. Mosula qədər ki, şərqi və cənub-şərqi neynəmişdi? Anadolunu özünə tabe edildi. Aysa. Halbuki Səfəvilər Anadolunu nə vaxt əldə eləmişdi? 1503-cü ildə. Bundan əvvəlki dərsi yenə də təkrar onu soruşacağam. Süleyman yürüşlərini dedik. Birinci yürüşü nə vaxt oldu? 1534-də. Dedik ki, burada gəlmişdi. Geri qayıdarkən haranı ələ keçirdi? Bağdad daxil olmaqla Ərəb İraqını. 1535-də bunların yürüşünün qarşı Şərqi Sultaniyədən neynəmişdi? Yürüşünün qarşısı alınmışdı. Amma ton xəstəliyinin yayılması səbəbilə neynəmişdi? Dayandırılmışdı. Üçüncü yürüşündə isə 1500 neçənci ildə nəzər salırıq? Bəli, 48-ci ildə idi. Təbrizi tuta bilsə, amma burada möhkəmlənə bilməyəcək. Əlqas Mirzə əsir düşərək edam olunur, yadında saxla 48-də. Hətta İsmail Mirzə də hara gedir? Bax İsmail s hərfinə fikir ver. S deyəsiniz ki, qarşı tutdu, hara gedib çatmışdı? Ərzuruma. Aydındırmı? 1554-cü ildə isə Buğurt qalası yaxınla döyüş baş verəcək. Sultan 1. Süleyman Naxçıvanı yandırdıracaq. Bu haqda Naxçıvan Peçevinin məlumatında öz əksini tapmışdı. Məncə burada heç nə qalmadı. İndi keçək 2-ci Səfəvi-Osmanlı müharibəsinə. İndi gəldik biz nəyə? Davam olaraq 1576-cı ildə idi, yaxşımı? Səfəvi şahı Təhmasib öləcək. Bunun ölümündən sonra Heydər Mirzə ilə İsmail Mirzə arasında hakimiyyət uğrunda mübarizə gedəcək. Kimlər arasında? Heydər Mirzə və bir də bəli İsmail Mirzə arasında hakimiyyət uğrunda mübarizə gedəcəkdir. Yadında qalsın, ustaçıları müdafiə etdi. Heydər Mirzə Qəzvində İsmailin tərəfdarları tərəfindən öldürüləcək. Bundan sonra hələ atasının sağlığında yadında qalsın. Ömrünün 20 ilini həbsxanada keçirmiş İsmail Mirzə neyniyəcək? Şah elan olunacaq. Çox böyük hakimiyyətdə olmur. 76-dan 1577-ci ilə qədər hakimiyyətdə olacaq. Dövlətin dayaqlarını möhkəmləndirmişdi. Mərkəzləşdirmə siyasətini həyata keçirib İsmail yadında saxla. Ondan sonra deyəcəm ki, dövləti gücləndirmək üçün yadında saxla qızılbaş əyanları var idi ki, onlara qarşı mübarizə aparmışdı. Bu mübarizədə onların narazılığına gətirib çıxartmışdı. Nəysə, qızılbaş əyanlarını narazı saldı. Onun hərəkətləri, onun mərkəzləşdirmə siyasəti, dövləti gücləndirmək üçün kütləvi cəza tədbirləri nəticədə 2-ci İsmail neyniyəcək? Sui-qəsd nəticəsində öldürüləcək. Aydındır? İndi gəlirik 1578-dən, 78-də bax fikir ver, 1578-dən 1587-ci ilə qədər bunun tərsidir. Məhəmməd Xudabəndə. Məhəmməd Xudabəndə də Yerki ilə
Məndən heç nəyin xəbəri yoxdur. Xəzinə boşalacaq. Qızılbaş əmirləri müstəqillik meyil eləyəcək. Mərkəzi hakimiyyət zəifləyəcək. Məhduliyə bunun yoldaşı idi. Bu da Şiraz hakimi var idi. Mirzə Salmanın təsirinə düşəcək. Hakimiyyətə faktların gətirilməsinə səbəb olacaq. Yaxşımı? Yadında qalsın. Osmanlı sultanı da 3-cü Murad. Təxminən Muradın hakimiyyət illərini mən sənə deyim də. Murad hakimiyyətə 1574-də gəlir, 1595-ə qədər. Elə sırf 2-ci Səfəvi Osmanlı müharibəsi dövrünü əhatə edir Muradın hakimiyyət illəri. Murad hakimiyyətə gələndə Osmanlıda baş verən bu şeydən istifadə eləyəcək və başlayacaq nə etməyə? Bura yürüş etməyə. İndi gəlirik. Osmanlı hərbi qüvvələrinin yadında qalsın. Van hakimi Xosrov Paşa kim idi? Van hakimi Xosrov. Aysa, Van hakimi Xosrov Paşanın təhriki ilə qiyam qaldıran kütlərlə birlikdə Xoya hücum etməsi nəyə gətirib çıxardacaq? Amasya Osmanlı müharibələrinin 2-ci mərhələsinin başlamasına. Bir də deyirəm, bax, fikir ver. Osmanlı hərbi qüvvələri Van hakimi Xosrov Paşanın təhriki ilə qiyam qaldırır kürdlər. Onlarla birlikdə Xosrov Paşa hara yürüş edir? Xoya yürüş etməsi ilə Amasya sülhünün pozulması demək idi. Səfəvi Osmanlı müharibələrinin 2-ci mərhələsi 1578-dən 1590-cı illərə qədər əhatə eləyəcək. İlk döyüşlərdə Səfəvi qoşunları qalib gəlir. Bax, buna fikir ver. İlk döyüşdə Səfəvi qoşunları qalib gəlir. Amma Osmanlı əlavə kömək göndərməklə Mustafa Lələ Paşanın başçılığı altında əlavə köməkdə hardasa 100 minlik qoşun gələcək göndərməklə müharibənin gedişində dönüş yaradacaq. Gəlin indi səhər birinci döyüşləri deyim. 1578-ci ildə Çıldır döyüşü idi. Çıldır döyüşündə dedik ki, gəlir Gürcüstan istiqamətində. Çıldırda Türkiyədə Qarsla Ərdahan arasında olan yerdir. Osmanlı qoşunların sayc üstünlüyü, qızılbaşların arasında birliyin olmaması nəticədə hara daxil itirəcək? Şərqi Gürcüstanı, bir də nə idi o? Şirvan. Haranı dedim? Şirvanşı, Şərqi Gürcüstanı nə edəcək? İtirəcək. Bax, bu Mustafa Lələ Paşanın başçılığı altında Gürcüstan istiqamətinə göndərilir qoşunları. Çıldır döyüşündə baş verən döyüşdə Səfəvilər məğlub olacaqdı. Şirvanda bu zaman qiyam baş vermişdi. Şirvanda baş verən qiyam Osmanlıların işini daha da yüngülləşdirdi. Sultanın tələbi ilə Osmanlı dövlətindən asılı olan Krım, bax yadında saxla, Krım kim idi? Krım xanı 1578-ci ildə yenidən şimaldan yürüş eləyəcək. Hardan? Kürdən şimalda yerləşən Azərbaycan torpaqları Osmanlıların hakimiyyəti altına keçdi. Kürçay. Şimalda yerləşən hansı torpaqlar? Azərbaycan torpaqları kimin hakimiyyəti altına keçəcək? Osmanlıları. 1578-ci ildə növbəti döyüş baş verəcək. Ağsusay yaxınlığında Molla Həsən. Molla Həsən döyüşündə deyəsən ki, Şiə mollaları qalib gəldi. Yaxşı, axı bunlar Şiə idi. Burada molla söhbəti daha yaxşı idi. Yaxşımı? Krım xanı Adil Gəray, Krım xanı məğlub olacaq, əsir düşəcək. Yadında saxla, Molla Həsən döyüşündə Dərbətdən başqa nə edəcək? Bütün Şirvan torpaqlarını azad ediləcək. Axı bunlar tutmuşdu Şirvanı, Şərqi Gürcüstanı. Hara? Dərbətdən başqa bütün Şirvan torpaqları azad eləyəcək. 1583-cü ildə isə növbəti döyüş baş verəcək. Niyaz Abad. Niyazabad döyüşündə, axı mən bayaq bundan qabaq dedim, Molla Həsən döyüşündə Dərbətdən başqa da. Deməli, Osmanlı qoşunları nə edəcək? Krım qoşunları məğlub eləyəcək. Bunları əlində hansı ərazi qalıb? Dərbənd. Dərbəndə də sıxışdıracaq. Aydındır. Və qızılbaş əyanları arasında çəkişmələr, mərkəzi hakimiyyətin zəifliyi, xəzinənin boşalması bu Səfəvlərin qalib gəlməsinə imkan verməyəcək. Yaxşımı? İndi gəl burada mən sənə bir dənə incə məqam var. Onu deyim, biraz qarışıqlıq var. Osmanlı dövləti Şirvanda, Dağıstanda möhkəmlənəcək. Əlavə qüvvələrin hesabına. Yaxşı.
və 16-cı əsrin 80-cı illərində hərbi əməliyyatlarda 1583-də qabaq deyirdi, Çuxursət vilayətini itirir. Haranı? Çuxursət, yaxşı. Osmanlı sultanı şərqdə Şeybani dövlətini Səfəvlərə qarşı qaldıracaq. Məqsədi Səfəvləri iki cəbhədə mübarizə aparmaq və Səfəvi dövlətini zəiflətmək idi. 1585-ci ildə hansı döyüş olur? Sufiyan döyüşü baş verəcək. Sufiyan döyüşü baş verəndə Osmanlı qüvvələri yadında qalsın. Səfəvi şahzadəsi Həmzə Mirzənin qoşunlarına qalib gələrək Təbrizə hücum etdilər. Kimə? Həmzə Mirzə. İsmail Mirzə var. Bax, bunlara fikir ver. Həmzə Mirzə var. İsmail Mirzə o qarşı tutub Ərzuruma gedib çatan. Həmzə Mirzə şəhər əhalisi şiddətli müqaviməti Osmanlı paşasını qəzəbləndirdiyindən o Təbrizi tutacaq. Yeniçərilərin köməyi ilə şəhəri talan eləyəcək. Orada baş verən proses nəticəsində Təbrizi nə edəcək? Məşhur Qeysəriyyə bazarını yandıracaq. 1586-cı ildə Həmzə Mirzə Osmanlılarla sülh danışığını istəyir başlasın. Osmanlı deyir ki, işğal etdiyim torpaqların məndə qalmaq şərti ilə mən səndən sülh bağlayıram. Yaxşımı? Həmzə Mirzə də Səfəvi qoşunlarının baş komandanı idi. Şah Məhəmməd Xudabəndənin səhv eləmirəmsə birinci oğlu idi da, yəni böyük oğlu olmalı idi. Osmanlı dövlətinə deyir ki, Təbrizin məndə qalmaq şərti ilə sənlə razıyam. Amma bu da alınmır, çünki ona qarşı sui-qəsd təşkil olunacaq. Sui-qəsd nəticəsində öldürüləndən sonra Osmanlı qoşunları 1586-1589-cu illərdə demək olar ki, bütün Azərbaycanı ələ keçirəcək. Yaxşı. 1586-1589-cu illərdə demək olar ki, bütün Azərbaycanı ələ keçirdi. Təsəvvür edək ki, qartma-qarışıqlıq düşübdür. Qartma-qarışıqlıqdan istifadə edən özbəklər Xorasanı tutacaq. Halbuki Xorasanı biz nə vaxt ələ keçirtmişdik? Səfəvilər. Bəli, 1510-cu ildə Xorasanı ələ keçirmişdik. Məşq döyüşündə Səfəvi dövləti iki cəbhədə müharibə aparmağa məcbur qalması, artıq itkiləri baş verməsi, Şah Məhəmməd Xudabəndədən əhali üz çevriləcək, saray çevrilişi baş verəcək. 1587-ci ildə saray çevrilişi nəticəsində onun 16 yaşlı oğlu var idi, Abbas Mirzə. 1587-dən 1629-cu ildə gələcək, neyniyəcək? Bura. Bir də mən bir dənə sülhün şərtlərini deyim, yadında qalsın. Bax, 1590-cı ildə İstanbul sülhü imza. İstanbul sülhündə Q və L hərflərinə fikir ver. Q hərfi ilə deyim nə idi? Qaradağ, hə? Qaradağ, Qaracadağdır da. Sonra Qəzvin, Qəzvin də varsa Z ilə deyəsən Zəncan. Aydındır, Qaradağ, Qəzvin, Zəncan, yaxşımı? L hərfi ilə deyəsən ki, xal, bax, L ilə bitdi. Lənkəran, aydındır. L deyəndə Ərdəbil. Bax, bu torpaqlar istisna olmaqla bütün Azərbaycan torpaqları, nə dedim? Azərbaycan. Kimə verildi? Osmanlıya verildi. Aydın oldu. Şərqi Gürcüstan, həmçinin İranın qərb torpaqları, hara? Şərqi Gürcüstan, həmçinin də İranın qərb torpaqları kimə verilir? Bəli. Şərqi Gürcüstan, həmçinin İranın qərb torpaqları verildi kimə? Osmanlıya. Bununla da ən ağır şərtli sülh müharibəsi idi. Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsini neçənci illərə əhatə elədi? 1514-1555 Amasya sülhü ilə 1578-1590 İstanbul sülhü ilə. Deməli, biz ikinci Səfəvi-Osmanlı müharibəsində 1578-də hansı döyüşü dedik? Çıldır. 1578-ci ilin noyabrında Molla Həsən, sonra 1578-ci ildə Niyaz Abad döyüşünü dedim, yaxşımı? 1583-də Çuxursədi dedik.
Çuxursəd 1585-ci ildə isə Sufiyan. Bəli, Sufiyan döyüşü. Bax demişdik, bir dənə çıldı da Osmanlı türkləri çıldırdı. Elləri çöndü, qalib gəldi. Yaxşımı? Molla Həsəndə Səfəvlər qalib gəlmişdi, Niyazabadda Səfəvlər. Molla Həsəndə biz demişdik ki, hansı əraziləri, bax çıldır döyüşündə haran dedik tutdu, Şərqi Gürcüstan, Şirvana daxil olmuşdular da, yaxşımı? Bir də amma Molla Həsən döyüşündə deyəcək ki, Dərbətdən başqa bütün əraziləri, Şirvan ərazilərini geri qaytardı. Bax orada fikir ver. Dərbətdən başqa bütün Şirvan torpaqlarını. 83-cü ildə isə Niyazabad döyüşü mən niyə 87 yazmışam? 78, 83. 83-cü ildə isə Niyazabad döyüşündə isə biz nəyi deyəcəyik? Dərbənd. Aha, nədir? Kırım yox elə Dərbəndə şey. Bəli, deyəcəyik ki, bunları Krımlı qüvvələrini məğlub edəcək. Hara sıxışdıracaq bunları? Osmanlı Krım qüvvələrini məğlub edən Dərbəndə. Çünki bir dənə dedik ki, Dərbənddən başqa bütün Şirvan torpaqlarını almışdılar, axı azad eləmişdilər. 1583-cü Çuxursat vilayətini itiriləcək. Sufiyan döyüşü ilə də Həmzə Mirzənin nə deyəcəyin ki, qoşunlarına qalib gəlib Təbrizə daxil olacaq. Həmzə Mirzənin, o aydın oldu. Sonra nəsə qaldı? Məncə yox. Bir də 1586-89-da Xorasanı itirdik. Bu da bizim 2-ci Səfəvi Osmanlı müharibələrimiz. Başqa məncə heç nə qalmadı. Həm 1, həm 2 Səfəvi Osmanlı. Bundan qabaqki Ərdəbil hakimliklərin. Ondan sonra Səfəvilərin Ərdəbil hakimliyində Şah İsmailə qədərki olan hamısını təkrar eləyirik. Aydındır. Testlərdəki